Rəşad Məmmədova hal-hazırda uşaq bağçasında məktəbə qədər üzrə müəllim kimi çalışıram. Bugünkü təlimə qoşulmaqda əsas məqsədim uşaqlara tək pedaqoji yox, həm də psixoloji cəhətdən düzgün yanaşmaq haqqında ətraflı məlumat öyrənməkdir. Bugünkü təlimdə həm davranış pozuntusu, həm məktəbə qədər uşaqların psixologiyası, psixokorreksiyası haqqında ətraflı məlumat əldə etdik. Yeni metodlarla tanış olduq. Bunun üçün Psixologiya Elmi Tədqiqat İnstitutuna və xüsusilə Narınc xanıma təşəkkürümü bildirirəm. Mən Hüseynova Aynur, Nərimanov rayonu 56 saylı Körpələr Evi Uşaq Bağçasında tərbiyəçi müəllimə işləyirəm. Bugünkü təlimə qoşulmaqdan məqsədim yeni öyrəndiyim metodlarla, texnikalarla uşaqlardan istifadə eləmək, onlara kömək, əlimdən gələn qədər dəstək olmaqdır. Və bugünkü təlimdə bizə şərait yaratdığı üçün Psixologiya İnstitutunun rəhbərliyinə və Narınc Rüstəmovaya öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Adım Qurbanova Minayə, təhsildə sosial psixoloji xidmət 4-cü kurs tələbəsiyəm. Azərbaycan Universitetində oxuyuram hal-hazırda. Təlimə qatılmaqda məqsədim özümü daha da yaxşı inkişaf etdirmək bu sahə üzrə idi. Düşünürəm ki, təlim çox faydalı və maraqlı keçdi. Həm nəzəri, həm də praktik cəhətdən çoxlu biliklər əldə etdim. Başda Narınc xanım olmaqla təlimi təşkil edən hər kəsə təşəkkür edirəm. Mən Şəfiyeva Ayşən. Bugünkü təlimə qatılma məqsədim faydalanmaq idi. Çox maraqlı mövzu oldu həqiqətən. İstirahət günümü çox faydalı keçirdiyim üçün çox xoşbəxtəm. İlk təşəkkürümü bildirirəm Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri Elnur müəllim və təlimi keçən Narınc xanıma təşəkkürümü bildirirəm. Çox möhtəşəm bir təlim idi. Təşəkkür edirəm. Bugün dərsimiz çox verimli keçdi. Böyük bir sevgi ilə qarşılaşdım. Bunun da təbii ki, tələbələrimizə, qatılan mütəxəssislərə təşəkkürümü bildirirəm. Çalışdım ki, bu müddət ərzində biz dolu-dolu verimli məlumatlar, bilgiləri mən öz kolleqalarımla gələcəkdə bu sahədə çalışacaq psixoloqlarla bölüşüb, davranış pozuntularından, davranış pozuntuları növlərindən, onları psixokorreksiyası, psixodiaqnostikası hər bir şeyə toxunduq. Özəlliklə bərabərində uşaqlarda neuropsixoloji pozuntular barəsində bəhs etdik, onları diferensiasiyası, digər xəstəliklərdən ayrımı və psixokorreksiya işini. Yəni bir sözlə deyim ki, bacardıqca, əlimdən gəldikcə doya-doya bir su içərək bütün gün boyunca bir yerdə olduq. O qədər sevgi ilə qarşılandım ki, o qədər maraqlandığım yerlə, o qədər öyrənmək istəyən bir qrupdadır ki, mən qürur duyuram ki, Psixologiya Elmi Tədqiqat İnstitutu belə bir şərait yaradıb. Bu sahədə çalışan mütəxəssislər ixtisaslarını artırırlar. 60 saatlıq bu kursu bitirərək gələcək karyerlarında tətbiq eləyəcək, istifadə edəcək dəyərli bilgiləri dəyərli mütəxəssislərdən əldə edirlər, eşidirlər. Bir daha Psixologiya Elmi Tədqiqat İnstitutuna təşəkkürlər və məni gözəl dəvət etdiklərinə, bu müəllim heyətində məndə gördüklərini üçün minnətdaram.